Space xəbərə baxırsınız. Paytaxtın Nizami rayonunda 8-ci kilometr bazarının ətrafında küçə ticarəti davam etdirilir. Özü də qanunsuz. Bir müddət əvvəl məhz bu ərazidə antisanitar vəziyyətdə ticarətlə məşğul olanların fəaliyyətinə son qoyulsa da, bugün mənzərə yenə də eynidir. Əməkdaşımız Rəşad Vəkiloğlu bazar ətrafındakı acınacaqlı vəziyyətlə bağlı sujet hazırlayıb, hadisə yerində olub. Həm o ticarət sahiblərini dinləyib, ticarət obyektlərinin sahiblərini dinləyib, həm də alıcıları dinləyib. Bərabər izləyək. Səkkizinci kilometr bazarı ətrafında fəaliyyət göstərən küçə ticarəti bir il əvvəl ləğv edildi. Məqsəd şəhərin ümumi görünüşünə xələl gətirən köşklərin yığışdırılması və küçələrin təmizlənməsi idi. Bu ünvanda küçə ticarəti yenidən bərpa olunub. Bir vaxtlar Nizami rayon İcra Hakimiyyəti tərəfindən bu ərazidə antisaniteriyanın qarşısının alınması, nəqliyyatın hərəkətinin tənzimlənməsi məqsədi ilə bu bazardakı küçə ticarəti ləğv edildi və nəqliyyatın hərəkəti də normal tənzimləndi. Ancaq görünən odur ki, həmən proses çox davam eləmədi. Bu ərazidə yenidən küçə ticarəti həm də antisanitar vəziyyətdə davam edir. Ərazidəki azanacaqlı vəziyyət nəqliyyatın da hərəkətini çətinləşdirib. Küçədəki yolun asfalt qatı dağıldığından buradan yola düşən sürücülərin xeyli vaxt itirməsinə səbəb olur. Hızlılıqla da keçmək olmur. Yığışdırmalıdırlar, təmizləməlidir. Bu yol əziyyət verir maşınlara, arabalara. Satıcılar deyir ki, burada fəaliyyət göstərən ticarətçilərə bazarın içərisində və yaxınlıqdakı ticarət mərkəzinə yerləşdirilməsi vədi verilsə də, sonradan onlara bildirilib ki, fəaliyyətlərini burada davam etdirsinlər. Bizə demişdilər, əsl həqiqətdə demişdilər, amma bizi boşurlar da Harda olacaq? Bazarın içində olar da yəqin. Ərazinin əvvəlki vəziyyətə qayıtması bir yana, bəs buradakı natəmizliyə aidiyyəti qurumları niyə nəzarət etmir? Ət, balıq, toyuq məhsulları açıq vəziyyətdə həm də zibillik meydançasının bir addımlığında satılır. O niyə antisanitar açıq vəziyyətdə, toz torpaq, palçıq, hamısı onun içində buraxır? Toz torpaq deyil ki, orada bağlı vəziyyətdə də var da, xaladelnik. Yox, söhbət o küçədə orada olandan gedir, baxın. Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyətindən bildirildi ki, hazırda rayonun Qaraqaray prospektinin bəzi hissələrində abadlıq işləri aparılır. Növbəti mərhələdə isə sürücüdən ərazinin abadlaşdırılması və infrastrukturun yenilənməsi nəzərdə tutulub. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.